Burada deyir ki, verilmiş sözlərin orfoqrafiyasını nəzərə alaraq ardıcıllığı müəyyən edin. İllüstrasiya yox, illüstrasiya bu səhvdir. İmprovizasyon. Burada da səhvdir. İnkubator yox, orada qeyin yerinə c olur. İnkubator belə deyilir. Bunların üçü də səhvdir. Demək bizə səhvlər lazımdır. Cavabda bir də deyir ki, səhmanlamaq, bu elə səhvdir. Sahmanlamaq olur A ilə. Demək 1 ilə olacaq. Onda A ilə D getdi. 2-də separatizm tam düzdür. 2-də gedəndə E ilə C ilə arasında qaldıq. 3-ə baxaq. Kəhraba, bu da düz sözdür. C-də getdi. Cavab oldu E bəndi. 4. Kollegiya yox, kollegiya. Qövsi qüzey yox, axırı qövsi qüzey H. 1, 4, 5. Lokomotiv də düzdür. Deməli, birinci sualın cavabı oldu E bəndi. Sonra deyir, hansı cümlədə ismi birləşmənin həm təyin, həm də mübtəda kimi düşünmək mümkündür. Bizim Əhmədin oğlu Kamal Həmidov yarışda birincilik qazandı. Bizim Əhmədin oğlu Kamal Həmidov, yox, təkcə təyin oldu. Gürcüstan valisi İrakli ilə dostluq edirdi. Bax, bu olar. Dostluq edirdi kim? Gürcüstan valisi kim ilə? İrakli ilə. Bir də deyirsən ki, kimsə Gürcüstan valisi İrakli ilə dostluq edirdi. Dostluq edirdi kim ilə? İrakli ilə. Hansı İrakli ilə? Gürcüstan valisi İrakli ilə. Burada olar B. Hansı cümlədə mürəkkəb feil işlənməmişdir? Qiymətli olan hər şey ölçülə bilməz. Ölçülə bilən hər şey qiymətli deyil. Qiymətli deyil. Qiymətli olan, qiymətli olmaq burada var. Qəbahətləri boynuna almaq, səhvləri etiraf etmək var. Qüdrətli olmaq var. Qərb dünyası zəif, yaxşı. Qərb dünyası dəyişib özünə uyğunlaşdırmaq. Qərb dünyanı dəyişib özünə uyğunlaşdırmaq. Şərq özünü dəyişib dünyaya uyğunlaşdırmaq yolunu seçmişdi. Qərb dünyanı dəyişib özünə uyğunlaşdırmaq. Bu birisine de bax. Qədim fəlsəfələr bu gündə elmin yoluna çıraq tutmaqda davam edir. Elmin yoluna çıraq tutmaq davam edir. Davam etmək var burada. Yəqin ki, D olar elə. Müəyyən edin. O gün ki, parladı şahların tacı. Sən oldun bir çörək, bir haqq möhtacı. Sən oldun bir çörək, bir haqq möhtacı. Yaxşı, doğrudur. O gün ki, parladı şahların tacı, sən oldun bir çörək, bir... Deyir, o gün ki, şahların tacı parladı, sən bir çörəyə möhtac oldun. Sən bir çörəyə möhtac oldun. Nə vaxt şahların tacı parlayanda gözəl ikinci tərəfdən sual verdiksə, birinci budaq gəlib, ikinci baş. Sual verdiyimiz tərəf demişdik ki, başdır. Deməli, bir düzdür. 2-yə baxırıq. Baş və budaq cümlə şəxsə görə sadə cümlənin eyni növündədir. O gün ki, parladı şahların tacı. Şahların tacı parladı. Nə etdi? Parladı. Nə? Şahların tacı. Müəyyən şəxsli cümlə. Sən oldun bir çörək, bir haqq möhtacı. Sən bir çörək möhtacı oldun. Nə etdin? Oldun kimsən? Deməli, hər ikisi müəyyən şəxsli cümlədir. 2-də düzdür. 1-2 olan bir dənə cavab var. O da E bəndi. 3-ə bir daha baxaq. Baş və budaq cümlədə mübtədanın ifadə vasitəsi eynidir. O gün ki, parladı şahların tacı. Nə etdi? Parladı. Nə? Şahların tacı. Burada ismi birləşmədi. İkincidə sən əvəzlikdir. Deməli, 3 səhvdir. 4-də də yanlışın altına yanlış axtarırıq. Budaq cümlədə ikinci dərəcəli cümlə üzvü işlənmişdir. O gün ki, parladı şahların tacı. Nə etdi? Parladı. Nə? Şahların tacı. Nə vaxt? O gün görsən, ikinci dərəcəli cümlə üzvü zəfli işlənib. Bu düzdür. Yanlışın altına götürənməliyik. Budaq cümlə baş cümləyə bağlayıcı sözlə bağlanmışdı. O gün ki, parladı şahların tacı, sən oldun bir çörək, bir o gün ki. Deməli, burada demişdik, öz funksiyasını itirmiş suala vəzirlər, amma bəzən belə də olur. O vaxt ki, o çağ ki, o an ki, bax, belə sözlərdə kitabdan da açıb baxsaz, deməli, olur. Ona görə bu da düzdür. Yalnız budaq cümlədə söz sırası pozulmuşdur. Bax, sən oldun bir çörək, bir haqq möhtacı. Sən haqq möhtacı oldun. Deməli, başda da var bu. Səhvdir, ona görə 1, 2, 6. Yaxşı, 5-də deyir ki, uyğunluğu müəyyən edin. Feili bağlama tərkibi cümlənin kəmiyyət zəifliyidir. Feili bağlama tərkibi. Gəlin baxaq. Hamı uşaqların qorxduğu film barədə danışırdı. Nə edirdi? Danışırdı. Kim? Hamı. Nə barədə? Uşaqların qorxduğu film barədə. Hansı film barədə? Uşaqların qorxduğu. Deməli, burada feili sifət tərkibi təyindir. Demək, 2 oldu A.
Yaxşı. Sonra qurtdan qorxan qoyun saxlamaz. Qoyun saxlamaz kim? Qurtdan qorxan. Deməli, qurtdan qorxan fe'l sifət mübtədadır, elə bir şey yoxdur. B getdi. Sonra C-yə baxaq. Vətəni sevmək hər birimizin borcudur. Hər birimizin borcudur. Nə? Vətəni sevmək. Məsdər tərkibi mübtədadır. Deməli, 3 oldu C. Deməli, biz 2-yə B, 3-ə C demişik. 2-yə A, 3-ə C demişik. 2-yə A, 3-ə C. B-yi də heç birinə deməmişik. B-yi deməmişiksə, deməli, B variantı getdi. Sonra E variantı getdi. Yaxşı. 2-yə A, 3-ə C. 2-yə A, 3-ə C qaldı A ilə D arasında. D-yə baxaq. Görüləcək işlərimizi unutmamalıyıq. Unutmamalıyıq nəyi? İşlərimizi, hansı işlər görüləcək? Deməli, fe'l sifət tərkibi təyin olsun. Bu da ona aiddir. Fe'l sifət tərkibi deyir, amma fe'l sifət tərkibi. Hansı işlərimiz görüləcək? Bu fe'l sifət tərkibi yox, fe'l sifətdir. Demək, D-də olmaz. Sonra uşaqlar əlləri ağrıyınca Elşadı alqışladılar. Nə qədər əlləri ağrıyınca? Demək, 1 oldu E, 2 oldu A, 3 oldu C. Gördün, bu da nə qədər əlləri ağrıdıqsa, bu da fe'li bağlama tərkibi kəmiyyət səhvliyi oldu. Deməli, oldu A. 6-ya baxaq. Verilmiş nümunədəki hansı söz və ya sözlər heç bir cümlə üzvü ilə sintaktik əlaqəyə girməmişdir. Yaxşı, meşələr doğrudan da siz yayda da, qışda da ilk baharsınız. Meşələr. Deməli, meşələr xitabdır, doğrudan da ara sözdür. Bunlar heç bir cümlə üzvü ilə sintaktik əlaqəyə girmir. Onların elə sintaktik vəzifəsi xitab və ara söz olmaqdır. C variantı. Elə 3-3 atıram. Deməli, yerdə deyir ki, dialekt sözünün fonetik təhlili ilə bağlı yanlış fikri müəyyən edin. Bu dialekt 2 samit yanaşı gəlib və mürəkkəb sözdür. Ta burada T düşmür. Olur, sadəcə i arasına y artırılır, axırıncı T-da d-ya keçir. Olur, dialekt üstdür. Deməli, 2 fərqli məqam var. Sözdə bir-biri ilə qarşılıq təşkil edən samitlər işlənmişdir, düzdür, D ilə T. Sözdə səs və hərf tərkibində 3 fərqli məqam var. 3 yox dedik, 2-dir. Elə yanlış cavab B variantı. 8-də deyir ki, hansı cümlədə budaq cümlə başlanıya bağlayıcı sözlə bağlanmışdır. Hər kəs ki, bəşəriyyət dəyişmək istəyir, o özünü, bayaq dediyim hər kəs ki, o kəs ki, o da qarşılıq sözdür. Hər kəs ki, dəyişmək istəyir, o özünü. Hər kəs ki, elə bağlayıcı sözdür. Cavab A bəndi. Uyğunluğu müəyyən edin. Şəxsiz cümlə, ümumi şəxsli cümlə, qeyri-müəyyən şəxsli cümlə. Yaxşı, Əhmədi maarif şöbəsində yaxşı qarşıladılar. Kim? Onlar. Qeyri-müəyyən şəxsli cümlə 3 oldu. A. Daldan atılan daş topuğa dəyər. Topuğa dəyər nə? Daş. Bu oldu müəyyən şəxsli cümlə. Yəni B heç birinə aid olmadı. C. Onun atalar sözü olduğunu görüb də deməyin də burada mübtədası var. C. Bizlərdə qonağa çox hörmət edirlər. Qulluğunda dururlar. Kim? Onlar. Bizdə qonağa hörmət edərlər desəydi, onda kim? Edərlər, mübtədası olmaz, amma edirlər deyir kim? Onlar. Bu da oldu qeyri-müəyyən şəxsli cümlə. Deməli, 3 oldu A, C. Yaxşı, elə cavab yenə də çoxdur. D-yə baxaq. Onun məktəbdən xaric edilməsinə qərar verildi. Nə etdi? Qərar verildi. Kim? Nə? Hara görsən şəxsiz cümlədir. 1 oldu D. Nə əkərsən, onu biçərsən. Əkərsən, kim? Görsən, mübtədası yoxdur. Sən artıra bilirsən də. Biçərsən, kim? Bu da ümumi şəxsli cümlə. 2 də oldu E. 1D, 2E, 3A, C. Deməli, düzgün cavabımız E variantı. Yaxşı, 10-cu suala baxırıq. Hansı cümlədə fərqləndirilmiş hissə uzlaşma əlaqəsinin göstəricisi ola bilməz? Ürək kövrəkləşir sən oxuyanda, sən də dinləsəydin, mən oxuyanda, sən dinləsəydin, görsən, uzlaşma əlaqəsi var. Zərrə yox, onun mən sağ qoysam, əgər, dünyada yox, məndən alçaq bir nəfər. Deməli, burada M-yi təkcə göstərsəydi, mən sağ qoysam, sasə burada şərt şəkilçisidir, M mənsubiyyətdir. Sasəyin uzlaşmaya heç bir əlaqəsi yoxdur. Və görsən, hərgah mən səhv eləsəydi, M-dır şəxs. Mənsubiyyət daha doğrusu. Əgər adamsansa, sev adamları, demə bu dostumdur, mənim dostumdur, şəxsəbərli şəkilçisi. Biz qoca Qafqazlı igid ərlər ik. Şəxs mənsubiyyət bunlar da uzlaşma. Sasə şərt şəkilçisi nə uzlaşma əlaqəsi olacaq ki, cavab oldu B bəndi.
11-ə baxaq. Tabesiz mürəkkəb cümlələrdən birində eyni zamanda baş verən hadisələr sadalanır. Eyni zamanda, yəni zaman əlaqəli tabesiz mürəkkəb cümlədir. Zənnim doğru çıxdı. Qoşa nöqtə qoyub demək aydınlaşdırmadır. 3 ildir su pulunu vermirsən. Bir söz demirəm. 3 ildir su pulunu vermirsən. Sasə. 3 ildir su pulunu vermirsən. Bir söz demirəm. Yəni bu şərt budaq cümləsidir, bu tabelidir. Ocaq çatıldıqca qığılcımlar ətrafa sıçraşır, yavaş-yavaş köz düşürdü. Bu ardıcıllıqdır. Görürsən, ocaq çatılır, qığılcımlar ətrafa düşür, sonra köz olur, ardıcıllıq. Kənd itləri səs-səsə verib hürüşür, at kişnəməsi və malqara səs ətrafa. Elə bu dərsin izahında bu misalı veriblər. Mən də dedim ki, növbə ilə itlər hürür, sonra at kişniyir, sonra malqara səsi yayılır. Belə şey olmaz ki, hamısı eyni anda baş verir. Yəni zaman əlaqəli tabesiz mürəkkəb cümlə D-bəndidir. 12-yə baxaq. Hansı üsluba aid xüsusiyyət verilməmişdir? Təbiilik və sərbəstlik bu üslubun əsas əlamətidir. Bu üslubda işlədilən feillər adətən əmr, xəbər, vacib şəklində olur. Mürəkkəb cümlələr geniş istifadə olunur. Təsviri və analitik şərhə yer verilir. Yaxşı, publistik üslub, deməli, məişət üslubu, təbiilik, sərbəstlik məişət üslubudur. Yaxşı, feillər adətən əmr şəklində olur. Əmr şəklində rəsmi işgüzar üslub. Yaxşı, mürəkkəb cümlələr elmi üslub, təsviri və analitik şərhlərə, analitikdə yəni xəbərlərdə zətdə bir şey izah edirlər, o da publistik üslub. Bədii üsluba aid bədilik, nə bilim, obrazlıq, görsən belə bir şey verməyib. Bu da oldu B-bənd. Yaxşı, 13-də deyir ki, müqayisə cədvəlinə əsasən verilmiş cümlələrlə bağlı hansı fikirlərin yeri dəyişdirilsə uyğunluq bərpa olunur. Soruşun ki, bu necə oyundur? Soruşun nəyi, bunun necə oyun olduğunu. Birinci baş cümlə gəlib, ikinci budaq cümlə. Məncə oxusan, məqsədinə çatarsan. Deməli, sasə şərtdir. Bu da şərt olanda demişdik ki, nədir? Nədir axı? Birinci budaq gəlir. Yaxşı, gəlin baxaq. Baş cümlənin xəbəri əmr şəklində olan feillə ifadə olunub. Baş cümlənin xəbəri əmr şəklində olan feillə. Demək, soruşun. Bu düzdür. Köməkçi nitq hissəsi işlənmişdir. Hə, burası bizə lazım deyil. Soruşun ki, bu necə oyundur? Köməkçi nitq hissəsi işlənmişdir. Məncə oxusan, bu hər ikisində işlənib deyə, deməli bu ortaq cəhət olacaq. Deməli mütləq biri 2-dir, biri də ya 5-dir, ya 6-dır. Gəlin baxaq. Həm feili, həm də ismi xəbər işlənmişdir. Soruşun, nə edin? Soruşun, bu necə oyundur? Burada ismi xəbər var. Məncə oxusan, məqsədinə çatarsan. Burada hər ikisi feili xəbərdir. Demək, biri 2 və 5-dir. Biri olacaq 2 və 5, 2 və 5, 2 və 5. Oldu D-bəndi. Yəqin o birisi də 3-dən 6-dır. Gəlin baxaq. Düzəltmə söz işlənməmişdir. Soruşun, bu necə oyundur? Heç birində işlənməyib. Deməli, bu gedəcək 6-nın yerinə. Altda yazıb qrammatik cəhətdən cümlə üzrə bağlı olmayan söz işlənib. Məncə, yəni. Məncə də gələcək onun yerinə. Məncəyə görə də 3-dən 6 cavab oldu D-bəndi. 14-də deyir ki, nümunədəki təsriflənən feillərin hamısı üçün ortaq olan cavab oldu D-bəndi. 14-də cümlədəki təsriflənən feillərin hamısı üçün ortaq olan xüsusiyyətləri müəyyən edin. Yaltaqlıq, satlınlıq sayılır, hünər nə edir? Sayılır. Düzlüyə dolanmır, fələyin çarxı. Dolanmır. İndiki iblislər, indiki divlər enişdən yoxuşa axıdır arxı. Yaxşı, gəlin baxaq. Axmaq, axıtmaq, saymaq, sayılmaq, dolamaq, dolanmaq, dolanmır, fələyin çarxı, dolan. Yaxşı, deməli, quruluşda düzəltmədir, hamısı düzəltmədir, düzdür. İndiki zamandadır, sayılır, indiki zaman, dolar, indiki zaman, deməli, axıdır, indiki zaman. Hamısı indiki zamandır. 1-2, 1-2 ilə olan bir dənə cavab var, o da dedi. 3 xəbər şəklindədir, indiki zamandırsa, onsuz da xəbər şəklindədir. 1-2-3 gör necə asan tapıldı. Şəxs, yaxşı, 15-ə baxırıq, gəlib danışdırdılar, yarımsıq qaldım. 15-də deyir ki, hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunmamışdır? Əsmər xala ilkini burada, Vüqarın evində gördükdə təəccübləndi. Nə etdi? Təəccübləndi kim? Əsmər xala. Niyə? İlkini burada gördükdə. İlkini burada gördükdə. Deməli, burada əsas tərəf, yox, aslı tərəfin əlavəsi var. Aslı tərəfin əlavəsi də Vüqarın evindədir. Söz birləşməsinin əlavəsi deyil, aslı tərəfin əlavəsidir, amma söz birləşməsi ilə ifadə olunub. Vüqarın evində. O kəndə yazda, sular bulananda gəlmişdi. Yazda nə vaxt? Sular bulananda.
Görsən, söz birləşməsidir. Hacı Əhmədin evi kəndin ayağında, çay qırağında idi. Çay qırağı söz birləşməsidir. Kiçik oğluma Zəfərə kiçik oğlumda Zəfərdə riyaziyyata böyük maraq var. Kiçik oğlumda kimdə? Zəfərdə. Kiçik oğlumdan əlavəsi Zəfərdədir. Zəfərdə də söz birləşməsi deyil. Cavab oldu D bəndi. Gün ağaranda, atam evə çatanda. Görsən, atam evə çatanda fe'li birləşmədir, yəni söz birləşməsidir. Cavab oldu D bəndi. Zəfərdə söz birləşməsi deyil. Yaxşı, 16-ya baxırıq. Hansı bənddə la funksiyasına görə verilmiş nümunələrdəki fərqləndirilmiş hissələrin heç biri ilə uyğun deyil. Yaxşı, sən çıxdın qarşıma duzla, çörəklə. Duz ilə, qoşma, çörək ilə. Bağlanıb xalqa məhəbbətlə ürək telləriniz. Ay qız, yığdı məharətlə, ay ağım, günə oxuyuram. Ağ qızıl yığdı məharətlə qızıl əllərinizi. Məharətlə də zərf düzəldən. Demək, birində qoşmadır, birində zərf düzəldən. Səriyə və Gülnaz soyuğu duymadan cığırla gedirdilər. Cığır ilə, burada qoşmadır, bu getdi. O filmdən aldığı zəngin və xoş hisslər haqqında sevinclə danışdı. Necə? Sevinclə. Deməli, bu da haqqında sevinç böyük hərfinə yazıb. Sevinc ilə danışdı. Bu da qoşmadır. Sahildə vurnuxur şoferlə bir qadir başlarını itirmişdilər. Sahildə vurnuxan şoferlə bir itirmişdilər. Görürsən, xəbər cəmdədirsə, şoferlə bir qadir arasındakı lalə qoşma yox, bağlayıcıdır. Elə səhv olan budur. Biz tapmalıydık qoşmanın olmalıydı bizdə qoşma, bir də zərf düzəldən. Bax, Səadət Kamalla yetişir, Kamal ilə. Oğlan titrək əlləri ilə. Hamısında qoşmadır, amma C variantında nədir? Bağlayıcıdır. 17-yə baxaq, yalnız qrammatik normanın pozulduğu cümləni müəyyən edin. Alma hələ göy idi, yeməli deyildi. Alma hələ göy idi, yeməli deyildi. Burada heç nə yoxdur. Alma hələ göy idi, yeməli deyildi. Hər bir xalqlar yaxşı yaşamağa məhkumdurlar. Hər bir xalqlar hər bir xalq yaxşı yaşamağa məhkumdurlar. Hər bir xalqlar yaşamağa məhkumdurlar. Bu nədir? Dursun. Quşlar uçub ağaca qondu. Quşlar uçub ağaca qondu. Biz nə axtarırıq? Qrammatik normanın pozulduğu cümlə müəyyən. Qrammatik normanın. Quşlar uçub ağaca qondu. Yaxşı, demək norma pozuntusu kimi cansızlar ağaca qondu deyə bilərik. Burada heç nə yoxdur. Hər bir xalqlar yaxşı yaşamağa məhkumdurlar. Hər bir xalqlar yaxşı yaşamağa məhkumdurlar. Burada da xalqlar yazıbsa məhkumdurlar. Təkdə də ola bilər, cəmdə də ola bilər. Burada nə var ki, hər bir xalqlar yaxşı yaşamağa məhkumdurlar. Bu biraz şübhəli durub. İnsanların çoxu çətin vəziyyətdən danışmağı bacarmırlar. Bu insanların çoxu demişdik, söz birləşməsinin əsas tərəfi, yəni çoxu. Təkdədirsə, xəbər də təkdə olmalıdır. İnsanların çoxları bacarmırlar, elə olmalıdır. İnsanların çoxu bacarmır olmalıdır. Burada dəqiq qrammatik norma pozulub deməmdir. Min baharın ətridir bir insanın baharı. Min baharın ətridir bir insanın baharı. Ətri dir olmalıdır. Burada da fonetik normadır. B ilə D arasında qaldıq. Hər bir xalqlar yaxşı yaşamağa məhkumdurlar. Burada bu da lardır. O da lardır. Ona görə D-yi götürərik. 18-də deyir ki, verilmiş cümlədə buraxılmış durğu işarələrini müəyyən edin. Səhəri vəzir qayıdıb, dialoq formasındadır. Qoşa nöqtə, altdan tri, qiblə-i aləm, vergül tri, dedi, vergül tri, şəhərdə ancaq tək-tək qocalar, vergül, uşaqlar qalıb, vergül, qırılan qırılıb, vergül, sağ qalanda gecə işləm meşəyə qaçıb. Demək, nə oldu? Qoşa nöqtə, tri, vergül tri, vergül tri, 3 dənə tri, 2 dənə vergül, qoşa nöqtə 3 tri, hələ ki 2 vergül, şəhərdə ancaq tək-tək qocalar, vergül oldu 3, uşaqlar qalıb, vergül 4, qırılan qırılıb, vergül, sağ qalanda 5 dənə vergül. Qoşa nöqtə 3 tri, 5 vergül, axırda da təbii ki nöqtə, A bəndi. Verilmiş nümunədə işlənməmişdir. Yaxşı, nə işlənməyib? Dünyanın əvvəli, sonu, frazeoloji birləşmə, cövhəri, müəmma, donu, müəmma, dünyanı anlayan qəmini çəkir, qəm çəkmək, anlaya bilməyən dünyanı anlamaq, qəmini çəkir. Yaxşı, qəm çəkmək, dünyanı anlayan, bunlar frazeoloji birləşmədir var. Bir-biri ilə münasibətdə antonim olan söz, əvvəl, son,
Həmcins mübtədalar, dünyanın əvvəli, dünyanın əvvəli, sonu müəmma. Dünyanın əvvəli, dünyanın sonu. Yəni müəmmadır, nə? Dünyanın əvvəli, dünyanın sonu. Bu demişdik ki, əsas tərəf sadalanırsa, həmcins cümlə üzvü sayılır. Dünyanın əvvəli bir mübtəda, dünyanın sonu bir mübtəda. Səs və hərf tərkibi fərqlənən, təsviflənən feil. Dünyanın əvvəli sonu müəmma, cövhəri müəmma, donu müəmma. Dünyanı anlayan qəmini çəkdi. 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 Tək hecalı sözdür da. Çəkmək sözü tək hecalı sözdürsə, bunda dəyişiklik olmaz. Çəkdi deyən məsələn, çəkdi. Anlaya bilməyən qəmini çəkdi. Təsviflənən feil. Çəkdi, elə bu yoxdur. İsimlə ifadə olunmuş ismi xəbər. Dünyanın əvvəli sonu müəmma. Bu ixtisar olunub müəmmadır. Bu da ismi xəbər. Deməli 19 oldu. D bəndi. Yaxşı, 20-yə baxaq. Hansı bənddə uyğunluq pozulmuşdur? Təqvimdə 28 may gününün qırmızı haşiyədə verilməsi ideografik yazıya misal ola bilər. Fikirləşsən ki, bu düzdür. Mebel təmiri sexinin qabağında mebel şəkli piktograf yazıya aid ola bilir. Piktograf yəni şəkli yazıdır, düzdür. Yaxşı, elektrik qutusunun üstündə çəkilən kəllə şəkli bu deməli piktograf yox, ideografdır. Qabağına yanlış yazıb, bu da düzdür. Orxan Yenisey hövzəsində tapılmış qədim türk yazı nümunələri fonoqrafik yazı ilə yazıını göstərir, bu da düzdür. Qara parçanın yaz, səməninin bahar rəmzi ifadə etməsi əşyavi yazı yox, ideografikdir. Yəni qara parça niyə yaz olsun ki, fikirləşirsən ki, yazdır. Deməli doğru yazıb, biz də yanlış axtardıq da, E bəndidir. Yaxşı, 21-də deyir ki, nümunələrdə altından xətt çəkilmiş hər iki ifadə ilə bağlı doğru fikri müəyyən edin. Yaxşı, o bulağa su gətirməyə getdim. Qonşuluq üzündən görəndə ötəri bir salam verirdim. Qonşuluq üzündən görəndə ötəri bir salam verirdim. Yaxşı, görək nə demək istəyir. Deyir ki, nümunədə altına xətt çəkilmiş hər iki ifadə ilə bağlı doğru fikir tabellik əlaqəsində aslı tərəfdir. Yaxşı, o bulağa su gətirməyə getdim. Getdim. Kim? Mən. Nəyə getdim? Su gətirməyə. Xəbərdən başqa, mübtədadan başqa hamısı xəbərdən aslıdır. Aslı tərəf, bu düzdür. Qonşuluq üzündən görəndə ötəri bir salam verirdim. Ötəri salam verdim. Niyə? Qonşuluq üzündən. Bu da xəbərdən aslıdır. Yəni hər ikisi aslı tərəfdir. Bir düzdür. 2-yə baxaq, feili birləşmədir. Su gətirmək, qonşuluq üzündən, qonşuluğun üzü. Bu ikinci üzündən ismi birləşmədir. Qonşuluq üzündən ismi birləşmədir. Bu feili birləşmə ola bilməz. 2 getdi. 2 getdisə E və C variantı getdi. Hətta D-də getdi, bir düzdür. 3 demək mütləq düz olacaq. Çünki A ilə B-nin arasında qalmışıq. İkinci dərəcəli cümlə üzvüdür, ikisi də zərflikdir, düzdür. Bir də 5-ə baxaq. Səbəb səhvli idi, su gətirməyə. Buna səbəb deyə bilərsən? Yox. O bulağa su gətirməyə getdi. O bulağa su gətirməyə getdi. O bulağa su gətirməyə getdi. Getdim. Nə məqsədlə su gətirməyə? Bu səbəb deyil, məqsəddir. Ona görə 4 getdi. 5, 2 cümlə üzvü ilə sintaktik əlaqəyə girmişdir. O bulağa su gətirməyə getdim. Getdim nəyə? Su gətirməyə. Bir də təvəssülüm təkcə budur, təkcə feildən asılıdır, 5 də ola bilmədi. Su gətirməyə getdim, qonşuluq üzündən salam vermirdim. Təkcə feillə bağlıdır. Zərflik çünki təkcə feillə sintaktik əlaqəyə girir. Ona görə 1-3 oldu elə A bəndi. Yaxşı, 22-yə baxaq. Nümunə ilə bağlı doğru fikirləri müəyyən edin. Qoy qırılsın artıq cəllad bıçağı. Qoy uçulsun ölüm və qan ocağı. Dünya olsun azad ana qucağı. Qalx. Düşün dünya. Yaxşı. Bütün misrada söz sırası pozulmuşdur. Qoy qırılsın artıq cəllad bıçağı. Burada cəllad bıçağı qırılsın. Qoy uçulsun, bu da var. Dünya olsun bu. Qalx, düşün dünya. Və burada da deyir ki, düşün dünya, qalx. Bütün misrada söz sırası pozulmuşdur. Bunu deyə bilmərik də. Dünya olsun azad ana qucağı. Dünya azad ana qucağı olsun. Qoy uçulsun ölüm və qan ocağı. Ölüm və qan ocağı uçulsun. Qoy qırılsın artıq cəllad bıçağı. Bu da deyir ki, bütün misralarda 4-də qalx, düşün dünya. Bu xitabda bunda heç də ola bilməz. Böyle dursun. İkinci və dördüncü misralarda həmcins üzvlər işlənmişdir.
Yaxşı. İkinci və dördüncü misrada 4-də həmzinsiz yoxdur. Qalx, qalx, qalx. Burada düşkün dünya, həmzin elə bunların hamısı xəbərdə. Qalx kimsən, qalx kimsən. Yaxud da qalx əli, qalx vəli, nə deyirsən de. Deməli 2. 1 ilə 2 getdisə elə cavab qaldı 3, 4, 5. Üçüncü misrada təyin işlənmişdi. Dünya olsun azad ana qucağı. Dünya azad ana qucağı olsun. Dünya olsun nə? Ana qucağı, necə ana qucağı? Azad ana qucağı. Bu düzdür. 4 nümunədə xitab söz birləşməsi ilə ifadə olunmuşdur. Düşkün dünya. Bu da düzdür. Təsviflənən feillərin hamısı əmr şəklindədir. Qalx, qalx, nə bilim, qırılsın, uçulsun, olsun. Bu da düzdür. 3, 4, 5 ebəndir. Deməli, ardıcılığı müəyyən edin. Təzə döşək üzü gətirib bu dəm, anam çarpayıda yer astı mənə. Cümlədəki sözlərin birində 2 hərfi xışçırıq səsini ifadə edir. Döşək üzündə xışçırıq yox, özünə sonra sait gəlib deyə döşək yüzü olur. Burada 2 y-yi ifadə edir. Yəni bu 3-dür. Deməli, təzə döşək üzü gətirib. Yaxşı. Deməli, birinci kutuda nə deyəcək? Təzə döşək üzü gətirib bu dəm, anam çarpayıda. Yaxşı. Gözəllər çiçək dərib, xıştırıqdır bu. Deməli, 1, oldu 3, 1. Uşaq aləm, mürəkkəb və vərəq hazırlayıb nə yazacağını gözlədi. Uşaq, qələm, mürəkkəb. Burada 2 g-yə keçib, mürəkkəb, 4, 3, 1, 4. Tanklardan, k ilə k oldu, burada da tanklardan. O da 2, 3, 1, 4, 2. 24-ə baxaq. Cədvələ əsasən müəyyən edin. Oy sözü yerinə görə əsas yerinə görə köməkçi nitq hissəsi kimi işlənə bilər. Hə, deyirsən ki, torpağı oy, bir də deyirsən oy, ay gəldi. Bu doğrudur. Sonra qeyri-müəyyən yəlik halda olan söz müstəqil şəkildə cümlə üzvü ola bilər. Xeyr, qeyri-müəyyən, müəyyən yəlik hal 2 işlənmə məqamı var. Ya ismi xəbər ya da söz birləşməsinin aslı tərəfi. Amma qeyri-müəyyən yəlik halın 1 işlənmə məqamı var. O da söz birləşməsinin aslı tərəfi. Vəssalam, 2 getdi. Yara sözü həm omonim, həm də çoxmənalı söz kimi işlənə bilər. Məsələn, necə ola bilər? Yara. Bir yaramaq, bir də əlimdəki yara. Bu oldu omonim. Çoxmənalı söz kimi necə işlənsin? Bir deyirsən ki, məsələn, əlimdə yara yarandı. Bir də deyirsən, onun gedişi ürəyimdə yara qoydu. Çoxmənalı söz kimi də işlənə bilər. 1, 3. Yanlışın altından yanlış lazımdır. Düzgünlük və düzülmək sözlərinin eyni köklü hissəsi. Düzgün, əzgin. Burada sözün kökü nədir? Düzmək feilidir. Düzgünlük və düzülmək sözlərinin kökü eyni hissəsi. Düzgün, əzgin, sonra süzgün, süzmək, süzgün. Yaxşı, demək burada düzmək feilidir. Düzülmək sözlərinin kökü eyni hissəsidir. Düzülmək, yazılmaq, bu da düzdür. Hə, düzdür, yanlışın altında da götürmürük. Yaxşı, köməkçi nitq hissəsi nidanın işləndiyi bütün cümlələr. Köməkçi nitq hissəsi nidanın işləndiyi bütün cümlələr heç də nida cümləsi deyil. Amma sən deyirsən ki, oy nidası maraqlı nidadır. Oldu nəqli cümlə. Məsələn deyirsən ki, vay nidası, məsələn deyirsən ki, ey nidası vergüllə də işlənə bilir, vergülsüz də işlənə bilir. Görsən orada nəqli cümlə. Bu da düzgündür. Baxıldı sözü kontekstə görə həm məhsul, həm də qayıdış növdə. Baxıldı, məsələn deyirsən ki, evə baxıldı, oto ancaq məhsul növü olub, qayıdış növü ola bilmir. Bu yanlışdır. Oldu 1, 3, 6. 25-ə baxaq. Yaxşı, klasteri tamamlayın. Bişirdi sözü bütün hallarda məlum növdədir. Məsələn deyirsən ki, anam yemək bişirdi. Bu da məlum növdədir. Bir də xörək özü bişirdi. Yaxşı, deməli bu nədir? Yanlış fikirdir. Bütün hallarda məlum növdə olması ki, bişirdi sözü, xörək bişirdi, ət bişirdi. Hə, məlum növdədir.
İr heç bir halda anam xörək bişirdi, ət bişirdi. Heç bir halda burada növ şəkilçisi yoxdur. Hər bir halda mənim növdür. Onda doğruları axtarıq. Köməkçi sözlər işlənmiş sözdür. Yaxşı. Bütün hallarda deyir da. Anam yemək bişirdi. Onda bişməkdən bişirmək di oldu. Nə? Keçmiş zaman. Xörəyin özü bişirdi olanda ir indiki zaman deyidin qısaldılmış. Demək bütün hallarda yox. Bir halda köməkçi hissəcə işlənir, bir halda işlənmir. Bir getdi. Kök və başlanğıc olması fərqli olan sözlərdir. Demək bu da bir halda elə olur. Anam xörək bişirdi olanda kökü olur bişmək, başlanğıc forması bişirmək. Amma xörəyin özü bişirdi olanda bişmək sözün kökü də ir indiki zamanda deyidin qısalılmış. Onda kökü də başlanğıc forması da bişmək feilidir. Bu da getdi. Hərəkət bildirən sözdür. Bəli, feildir. Hər bir halda hərəkət bildirir. Təsvirlənən feildir və xəbər şəklindədir. Hər bir halda burada zaman şəkilçisi var. Bu da düzdür. Yəni anam xörək bişirdi olanda dil keçmiş zaman, xörəyin özü bişirdi olanda ir indiki zaman. Hər bir halda xəbər şəklindədir. Zaman şəkilçisi qəbul etmiş sözdür. Yenə dedim, anam xörək bişirdi. Burada dil keçmiş zamandır. Xörəyin özü bişirdi olanda ir indiki zamandır. Hər bir halda zaman şəkilçisi var. 3, 4, 5. Və sonuncu 26-cı sual. Deyir ki, hansı cümlədə xitab isimlə ifadə olunmamışdır? Gözəl bir süfrə açılmış, çəməndə ilk bahar, bülbül. Gözəl bir süfrə açılmışdır, çəməndə ilk bahar, bülbül. Və burada heç xitab yoxdur. Gözəl bir süfrə açılmışdır, çəməndə ilk bahar, bülbül. Yəni bu deyir, çəməndə ilk bahar və bülbül var da, adlıq cümlədir. Bu olmaz. Hə, nədəndir qüssədən, qəmdən vurursan dəm? Nə var? Bülbül. Hə, burada var. Hansı cümlədə xitab isimlə ifadə olunmamışdır? Yaxşı, burada bülbül var. Mən birinciyə baxdım, istəyirdim deyən biri budur. Burada bülbül. İkincidə bülbül deyil, bülbül də isimdir. Bir getdi, 2. Axı oyun gedir, əzizim. Nə bağırırsan? Əzizim. Deməli burada əzizim, əzizim. Əziz, doğma, bu olana sifətə mənsubiyyət şəkilçisi artırılıb, bu əzizim. Demək burada sifətdir. A. Düşünən başlar, yaradan əllər. Qanat verirsiniz düşüncələrə. Düşünən başlar, yaradan əllər. Burada düşünən başlar, yaradan əllər isim yox, nədir? Söz birləşməsidir. 3-də getdi. Yazın novbaharısan bizim diyarda, qıvrım tellərini sana, qıvrım tellərini sana bənövşə. Yazın novbaharısan bizim diyarda, qıvrım tellərini sana bənövşə. Bənövşə isimdir, bu getdi. Qızarmış sevgilim al yanaqların. Sevgilim də bayaq dedimi, sevgilim. Sevgili elə isimdir. Hə, istəyirdim deyəm, bu da sifətə mənsubiyyət. Sevgili isimdir. Burada da isimdir, bu da getdi. Hansı qaldı ki, 2 ilə 3. Mən biləni şeyə də baxmışıq da, mətnlərə də baxmışdıq. Yaş 1-də burada gizlənmiş imiş, 27 qalıb. Deməli, sözlərin leksik mənaları ilə bağlı uyğunluğu müəyyən edin. Nəsihət, məsləhət, marşrut. Gəlin baxaq. Nəsihət. Bir işin görülməsi üçün verilən hökm yox. Adamların nəqliyyat vasitəsinin öğüt vermə, yol göstərmə. 1C. Məsləhət. Necə hərəkət etmək, bir şeyi necə görmək haqqında göstəriş. Məsləhət versin ki, belə elə, belə elə. Bu oldu D. Marşrutda bayaq maşın nəqliyyat var idi. Adamların nəqliyyat vasitələrinin dayandığı, o yox, astanovkadır, dayanacaq. Adamların ordunun, nəqliyyatın qabaqcadan müəyyən olunmuş yolu. Bu da marşrutdur. Marşrut, biz deyirik 3-ün marşrutu. Yəni o 3-ün marşrutu ancaq hardan keçirir, həmin yolduğuna görə 3-ün marşrutu deyirik. 1C, 2D, 3E, elə dedim də deyəsən.